Hörmətli izləyicilər, əgər siz də pensiyaların artmasını və pensiya yaşının azaldılmasını istəyirsinizsə, videonu bəyənib paylaşaraq dəstək ola bilərsiniz. Hazırki göstəriciləri nəzərə alsaq, minimum əmək haqqı 500 manat artırılmalıdır. Bu vəziyyət 400 mindən artıq minimum əmək haqqı ilə özəl sektorda çalışan, 450-500 min isə dövlət sektorunda çalışan şəxslərin maaşlarının artırılmasına gətirib çıxara bilər. Xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov açıqlamasında bildirib. O əlavə edib ki, insanların ailə büdcəsinə əsas təsir edən faktor inflyasiyadır. Qısa müddətli dövrdə xərclərin strukturunun dəyişməsindən deyil, qiymətlərin artmasından narahatlıq keçiririk. Bu isə inflyasiyanın özünü sərt formada göstərməsidir. Nəzərə almaq lazımdır ki, muzlu çalışan əhali ən yaxşı halda 5-ci desilə qədər gəliri olan əhalidir. Bu insanların xərclərində ərzaq məhsullarının payı daha çoxdur. Ailə büdcəsinin strukturunda ərzaq məhsullarının payının daha çox olması isə o deməkdir ki, mövcud inflyasiya təzyiqi müvafiq sosial qruplara daha sərt təsir göstərir.